2, 3. Etil spiritin tərkibində də çox siqaret var. 2, 3, 5, bir dəqiqə. Say deyil, say deyil. Aseton tərkibində neçə karbon var? Öyle de oyna bırak. Ayşabla. 1, 2, 3. Kalsiyum elementin işareti. Evet sağ. Amonyakın tercihinde neçə hidrojen var? Amonyakın tercihinde neçə hidrojen var? 2. Metan gazının tercihinde neçə hidrojen var? O da oydu da. 1, 2, 3. Demir elementin işareti. Eklim üçənəsi çıxır. Növbət sağ. Çay sodasının tərkibində çox oksigen var. 1. Çay sodasının tərkibində çox oksigen. 3. Evet, 3. 2 də şimdi də. Gəl. Növbət sağ, bası qızdıranda həmli şişirdir. Hansı qazın hesabında həmli şişirdir? Sen kesin çık. Çıkar bir kadar bu kimyanı. Növbəti sağ. Korekt tuzunun tərkibində hansı qeyri-metal var? Yok, hansı qeyri-metal var? Olur. Bak cümlede koşuyor. Kristallik kükürtlə oksigen molekulunun atom fərqi. 6. Alıqlama. Növbəti sağ. İzleyin, misafir çocuk. Aseton tərkibində hidrogenlə oksigen atom cəmi nə qədər? Heç olmaz, canlı sağ olsun, oyunu da, buradan asılır çətin. Növbəti sağ. Suyun tərkibindəki atomların cəmi. 3. Bu səfər sürpriz sonu olacaq. Sonra sürpriz sonu olacaq. Deməli, növbəti sual belədir. Metan qazının tərkibindəki atomların cəmi. Metan qazının tərkibindəki atomların cəmi. Karbon qırılır. Növbəti sual. Hidrogen peroksidinin tərkibindəki atomların hasili. Hidrogen peroksidinin tərkibindəki atomların hasili. Mesela bu bir. Aşağı o 2'yi gördük. 2 Növbəti sual. Amonyakın tərkibindəki atomların cəmi. Amonyak 3. Yok. 4. 10 dedim, nasıl dedim? Bunu değişelim güzel. Sakin. Kükürt trioksit deyəndə bu maddənin içindəki atomların cəmi nə qədərdir? 2. Yok 3. Kükürt trioksit deyəndə kükürdü çox siqerdir, bir dəfə kükürt öldür. Aha, 2. Növbəti saat. Çay sodasının tərkibində neçə oksigen var? 2. 4. Çay sodasının tərkibində neçə oksigen var? 1. Korekt tuzunun tərkibində cəmi nə qədər atom var? 4. 2. Ay mesela 2 dənə. Yox, yerdən deyil. 2 dənə var. Yaxşı, növbəti sual. Hidrogen peroksidin tərkibində olan elementlər. Eyni orada olan elementlər hansı maddənin tərkibində var? Etil spiritin tərkibində çox oksigen var. 1. 2 qaldı, gəl. Bunu tutan var ha, alalım bizə. Deməli, asetonun tərkibində karbonla hidrogenin cəmi nə qədər edir? Asetonun tərkibində karbonla hidrogenin cəmi nə qədər edir? C3 H6 9 edir. C3 H6 edir. Yaxşı, bilməz, növbət sağ. Şəkər tozunun tərkibində neçə hidrogen var? 2. Aha, ləzir dedi. Birinci o dedi, onca qaldı.